Bismillahirrahmanirrahim. Değerli izləyicilər, son günlərdə Şah İsmail Xətai ilə bağlı proseslər, müzakirələr genişlənir. Mən burada konkret bir mövzunu vurğulamaq istəyərdim. Şah İsmailə qarşı açılan cəbhənin əsasında neçə faktlar durur. Onlardan biri milli mənsubiyyətdir. Məsələn, belə də ki, Elnur Nəsirov adlı bir şəxs ki, işini gücünü atıb yalan ehtimallarla, yalan belə deyək ki, saxta tarixi məlumatlarla şahı aşağılamağa başlayıbdır. Bunda həm milli təəssüb var, çünki Elnur Nəsirov özü Fars mənşəli xalqlardandır. Azərbaycanın şimal bölgəsində yaşayan Tatlara mənsubdur, yəni türk deyil. Ona görə də Şah İsmail kimi bir türk şəxsiyyətinin belə bir nüfuz qazanması onda müəyyən qıcıqlar yaradır və səbəb olur ki, o buna qarşı ciddi belə də ki, mövqedə dursun və saxta məlumatlarla insanları çaşdırsın. İkincisi budur ki, Vəhabi faktoru var. Yəni bildiyiniz kimi Vəhabi önündə gedənlər, Azərbaycandakı Vəhabilər birbaşa Şah İsmaillə açıq düşmənçiliklərini etməkdədirlər. Bu da onların məzhəb təəssüblərindən irəli gələn faktlardan biridir. Və bu Elnur kimilər də Vəhabi təsirinə düşdüyü üçün, Vəhabilər tərəfindən maliyyələşdirildiyi üçün bu məsələdə daha çox canfəşanlıq edir. Üçüncü faktor isə türkiyəçilik faktorudur. Türkçülük deyil, türkiyəçilik faktorudur. Və buna Fazıl Qəzənfəroğlular, buna digər akademiya mənsubları, siyasilər də aiddirlər ki, bunların gəlir mənbələri, bunların ideoloji zəhərlənmə nöqtəsi Türkiyədəki panturkist qüvvələr, dağıdıcı qüvvələr olduğu üçün bunlar birbaşa Azərbaycanın tarixi keçmişinə, tarixi şəxsiyyətlərinə dil uzatmaqdadırlar. Bu çox aznacaqlı bir vəziyyətdir. Həqiqətən biz bu tarixi qəhrəmanlarımızı əlimizdən versək, erməni dəyirmanına su tökmüş oluruq ki, bizim tarixi keçmişimiz yox dərəcəsindədir. Ona görə də bu kimi insanların bizim tarixi keçmişimizə, milli mənəvi dəyərlərimizə, bizim Aşuramıza, bizim Kərbəlamıza dil uzatmasına qarşı bütün xalq səfərbər olmalıdır və o insanları qınamalıdır və adiyyatı qurumlardan tələb eləməlidir ki, bu insanlara qarşı ciddi tədbirlər görülsün. Yəni Fazıl Mustafa kimi birinin parlamentdə bu cür dini, milli məsələlər üzrə komissiya sədrinin olması vətənə böyük bir xəyanətdir. Və bu xəyanətkarın orada oturması istər-istəməz onun sözünün cəmiyyət tərəfindən eşidilməsinə gətirib çıxardır. Bu da tariximizə qarşı ən böyük xəyanətlərdən biridir. Və digər məsələ isə məzhəb məsələsidir ki, dəyərli izləyicilər, bütün dünya insanları görür ki, bu günləri müstəmləkəyə qarşı, istibdada qarşı, əxlaqsızlığa qarşı, təcavüzə qarşı ən güclü cəbhə Əhl-i Beyt cəbhəsindədir. 30 milyon insan bu illəri Ərbeyn yürüşündə Ləbbeyk ya Hüseyn deyib zalimi lənətlədilər. Bunları qıcıqlandıran da budur ki, bəs bu məktəbin nə qədər öndəri var, nə qədər təsisçisi var, nə qədər dəstəkləşicisi var, bunlara qarşı ciddi mübarizə aparmaq lazımdır. Və bunlardan biri də Şah Xətai olduğu üçün bu qurumun kölələri, dünya imperializminin kölələri açıq-aşkar şaha qarşı müxalifətdədirlər. Ona görə biz tariximizi ciddi araşdırmalıyıq, tariximizi Osmanlı təəssübü ilə yox, Qərbin saxta salnamə yazanlarının tarixi faktların, gətirdiyi faktlarla yox, dırnaqarası faktlarla yox, tarixin reallığına, tarixin məntiqinə söykənib yanaşmalıyıq. Və bir nöqtəni də mən qeyd edeyim ki, bu insanlar yalandan deyirlər ki, Şah İsmail Xətai öz anasını öldürüb. Yəni, nə qədər insan vicdanını itirmiş olar ki, görün, gətirdikləri argumentə baxın. Bunlar yazırlar ki, Şahın anası ailə qurduğu üçün onu edam elətdirir. 62 yaşında bir qadın bizim o dövr mentalitetdə ailə qurması cinayət hesab olunardı.
Yəni mümkün değildi ki, bu qadın 34 il subay qalan bir qadın 62 yaşında ailə qursun və onu da oğul tərəfindən edam edilsin. Bu absurd bir fikirdir. O ömrünün gənc çağlarını evlatlarının tərbiyəsinə, evlatlarını qorumağa həsr edən bir qadın idi. Və sona qədər də bunu davam elətdirdi və nəhayət 62 yaşında öz əcəli ilə dünyasını dəyişdi. Bu insanların yəni öz baxışlarında, öz tərbiyə problemlərində olan nöqsanlarıdır ki, bunlara bu sözləri dedizdirir. Vəssalamu aleykum və rəhmətullah.